Azərbaycan Milli Elm Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünə həsr olmuş kitabşünaslığın aktual problemləri mövzusunda 2-ci Respublika Elmi Konfransı baş tutub. Tədbiri girir sözüylə açan Azərbaycan Milli Elm Akademiyasının prezidenti akademik İsa Həbib bəyli konfransın Ulu Öndər Heydər Əliyevin Azərbaycan kitabxana işinin tərəqqisi naminə göstərdiyi misilsiz xidmətlərə, müasir kitabxana quruculuğunun ilkin mərhələsində bu sahənin canlandırılmasına verdiyi töhfələrə həsr olunduğunu qeyd edərək konfransın əhəmiyyətini yüksək qiymətləndirib. Akademik İsa Həbib bəyli Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik tariximizdəki xilaskarlıq rolunu vurğulayaraq dair rəhbərin ölkənin ən çətin zamanında Azərbaycanda daxili sabitliyi bərqərar etdiyini və uzaq görən xarici siyasəti sayəsində dövlətin prioritet istiqamətlərini dəqiqliklə müəyyənləşdirdiyini diqqətə çatdırıb. Çıxışında akademiya rəhbəri bildirib ki, ümummilli lider Heydər Əliyevin fəaliyyətində elm, təhsil və mədəniyyət sahələrinin inkişafı xüsusi yer tutub və bu istiqamətlər dövlətin intellektual potensialının əsas dayaqları kimi daim diqqət mərkəzində olub. Sovet dövründə Azərbaycan ziyalılarına göstərilən yüksək qayğı və onların dövlət səviyyəsində dəstəklənməsi bu siyasətin mühüm tərkib hissəsi idi. Bu ənənə bugün də uğurla davam etdirilir. Prezident İlham Əliyevin Azərbaycan Milli Elm Akademiyasına səfəri və elmi ictimaiyyət qarşısında proqram xarakterli çıxışı Azərbaycan elminə və ziyalılara göstərilən diqqətin bariz ifadəsidir. Sonda akademik İsa Həbib bəyli Mərkəzi Elmi Kitabxananın təşkilatçılığı ilə keçirilən bu konfransın həm Azərbaycançılıq ideologiyasının təbliği, həm də rəqəmsal inkişaf, süni intellekt və elmin aktual problemlərinin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyaraq kitabxanaçıların yeni dövrün tələblərinə uyğun hazırlanmasına töhfə verəcəyinə əminliyini ifadə edib. Mərkəzi Elmi Kitabxananın direktoru, texnik elmlər doktoru Hüseyn Hüseynov Heydər Əliyev və Azərbaycanda kitabxana işinin inkişafı adlı məruzəsində çıxış edib. Hüseyn Hüseynov Mərkəzi Elmi Kitabxananın 2-ci Respublika konfransında iştirak edən hər kəsə salamlayaraq qeyd edib ki, Azərbaycan xalqının zəngin mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsində kitabxanalar mühüm rol oynayıb və bu sahənin inkişafı birbaşa Ulu Öndərin adı ilə bağlı olub. Onun rəhbərliyi dövründə kitabxana şəbəkəsi genişləndirilib, yeni kitabxanalar yaradılıb, ixtisaslı kadr hazırlığı gücləndirilib və kitabxana işi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Müstəqillik illərində isə Heydər Əliyevin uzaq görən qərarları nəticəsində kitabxanalar qorunub, bu sahənin hüquqi bazası daha da möhkəmləndirilib. Konfransda çıxış edənlər kitabxanaşünaslıq elminin tədqiqinə, aktual problemlərin müzakirəsinə ehtiyacın olduğunu və bu sahənin inkişafına töhfəsini verəcəyini bildiriblər. Daha sonra konfrans öz işini bir sıra mövzulara aid bölmələrlə davam etdirib. Leyli Namiq qızı Ziyaxudiyə, Fərid Əşrəmov, Elm TV.